Olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa 290 sönmə məktəbin tam yaxınlığında Kisot torpaq sahəsinin üzərində bax belə bir həyət evinin çıxımı, inşallah həyətin təqdimatını təqdim edək sizlərə və sonra keçirik evin içərisinin təqdimatına. Evin torpağının çıxarışı var, paket qrupçadan qeydiyyata düşmək olur, həm paket üçün yararlıdır. İlkin olaraq qiymət 62.000 manatdır. Maşın həyətinə rahatlıqla daxil olur. Həyətin divarlarında işıqlandırmasına qədər var. Və qeyd etdiyimiz kimi qapısına qədər açsa var, qapısının ağzından marşrut və həm məktəbə yaxın, həm də marşrut keçir. İnşallah giriş hissəsində sizlərə təqdim edək və sonra keçirik evin içərisinin təqdimatına. Ev stipoldan ibarətdir. Qardaşım, giriş hissəsində təqdim et, zəhmət olmasa. Və keçirik evin içərisinin təqdimatına və qeyd etdiyimiz kimi giriş hissəsi, mətbəx və sanuzeli istipoldan ibarətində əşyalar. Mətbəx mebeli var, onlar qalacaq inşallah. 2 otaqdan ibarətdir. Burada bir zalı var, fikir verin, zal hissəsini sizlərə təqdim edək. Belə bir zalı var burada, səliqəli bir zalı var. Sonra, gəl qardaşım, yataq otağını da təqdim edək. Reallıq olan ev sahibi tərəfindən də endirim var. Yataq otağı da yəni balaca deyil, fikir verin. Təkərən bir də zalı göstərəsən əziz qardaşım. Nəzərinizə çatdıraq ki, istəyirik kombi radiatorlar var. Və mətbəx hissəsini təqdim edəcək olmasa qardaşım. Və qeyd etmişdik, giriş hissəsi mətbəx və sanuzel istipoldan ibarətdir. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa 290 sönmə məktəbin yaxınlığında qapısına qədər asfalt, tam yaxınlığında da marşrut keçir. Kisot torpaq sahəsinin üzərində inşa edib, evin torpağının çıxarışı var. Paket qrupçadan qeydiyyata düşməlidir, həm paket üçün yararlıdır. İlkin olaraq qiymət 62.000 manat reallı olsa ev sahibi tərəfindən indirim olunacaq. Səhifəmizə görə üçün Məşdağa əmlak əməkdaş şəbə rəhbərliyimiz sizlərə dərin təşəkkürümüzü bildiririk.